Sen istiqum üstündə Şamə əsir gedəndə Qızmar günəş altında Can qalmadı bədəndə Sən o körpə qəlbinlə Dünya boyda qəm çəkdin Can rüqəyya dərdinlə Zeynəbün qəddin bükdün Zeynəbün qəddin bükdün Ey körpə qurbanım ətşanım vay Rahat yat ey nazlı ceyranım vay Ey körpə qurbanım ətşanım vay Rahat yat ey nazlı ceyranım vay Rahat yat ey nazlı ceyranım vay Sallallahu aleyki rüqəyyə De məndən Sallallahu aleyki rüqəyyə Elə denən səsin geçsin xanıma Sallallahu rüqəyyə Sallallahu Bir də ucadan denən Sallallahu 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 rüqəyyə Zalim düşmən qəmçilə Vurduqca dizlərindən Səslədin əmmə Zeynəb Yaşaxdı gözlərindən Ətşan qoydu zülm etdi Zalim bəni Üməyyə Ərşi ahun tərpətdi Can rüqəyyə rüqəyyə Can rüqəyyə rüqəyyə Ey körpə qurbanım ətşanım vay Rahat yat ey nazlı ceyranım vay Ey körpə qurbanım ətşanım vay Məndən de Rahat yat ey nazlı ceyranım vay Rahat yat ey nazlı ceyranım vay Sallallahu rüqəyyə Tezlə zəvvar olasan Aleyke rüqəyyə Sallallahu rüqəyyə Sallallahu aleyki rüqəyyə Sallallahu aleyki rüqəyyə Salavat söyləyib xanımın paç ruhuna Bismillahirrahmanirrahim Bu əzalı günlər münasibəti ilə başda zamanə imamı olmaqla bütün
Əhl-i Beyt sevərlərə başsağlığı ərz edirəm. Dəyərli ustadımıza təşəkkür eləyirəm dəvətinə görə, xidmət lütfüne görə. Allah onun vücudunu bir bəla eləsin. Bu xalqa, bu millətə çox görməsin inşallah. Məclis nuranidir qardaşlarım, sağ olsun. Daha da nurani olsun deyə Həzrət-i Zəhranın pak mütəhhər ruhuna salavat şişir elə. Esselamu aleyh-Hüseyn ve ala Ali ibn Hüseyn ve ala evladil Hüseyn ve ala ashabil Hüseyn. Gör əsirlərdir, sükut etməz sədayı Kərbəla. Vardır ər məzlum nəvasında nəvayı Kərbəla. Zeynəbin halın görər, ağlar, qəriblər dərs alar. Qollarından Əbbasın bir-bir Nəciblər dərs alar qundaqdan əsğərlər, Həbiblər dərs alar. Hər kəsə ibrətdir bir-bir macərayı Kərbəla. Kim ki can qeydin atıb başdan atılmış meydana, qan, tərə, sevdayı cəngisrə qatılmış tər qana. Canı dildən can verənlər tez qovuşdu canana, can imiş ən mötəbər ali mətayı Kərbəla. Mən bu beyti sevirəm, özümün olduğuna görə, yox olar lütf edədiyinə görə. Aşıq olmaq üçün Hüseynin süfrəsindən yol keçir. Aşıq olmaq üçün Hüseynin süfrəsindən yol keçir. Cənnətə sarı Hüseynin kölgəsindən yol keçir. Kim gedir ərşə Hüseynin xeyməsindən yol keçir. Bir fənafillah da aşıq üçün fənayı Kərbəla. Hamımızın adından deyirəm, eylərəm hərdən xəyal, gəlsin yetişsin bir zaman. İstərəm şəhri Bakı, ümumiyyətlə Azərbaycan, istərəm şəhri Bakı qursun uzun bir karvan. Karvanın başına əsrin imamı Sarıban. Var başımda bir əcib qeyri həvayı Kərbəla. Tapmaram bir ayrı yer, bəzmi səfa səndən gözəl. Aşiqəm, yoxdur əzadan ali mən üçün bir əməl. Hər məhərrəm ilk günündən gəlmişəm mən. Sən də gəl qəbrimin əvvəl günü, ey övliyayı Kərbəla. Soldurub Zəhra gülüstanında ətşan güllərin, çəkdi haqqın boynuna cövri cəfa məftillərin. Saqqalın şahın ağardıb, Zeynəbin səd tellərin. Qamətin bükdüyü Əbəlfəzlin cəfayı Kərbəla. Ağladıb bir çox kəsin, nəm gözlərin yaşsız qoyub. Gahı bir şəxsi oğulsuz, gahı qardaşsız qoyub. Çöl biyabanda Rüqəyyanı yetim başsız qoyub. Çox qəribdir, qorxulu yerdi fəzayı Kərbəla. Kim bəla dəştində qoymuşdur qədəm bir-bir hamı, ayrılıqdan pay götürsün, datsın əsrətdən tamı. Toy hənasın bir bəyə bilməz rəva, toy axşamı çəkdi Qasım ovcuna qanla hənayı Kərbəla. Bir ovuc suyla bu eşq qaldı Əbəlfəzləllərin, istəsə zəmzəm axardı, vursa daşa xəncərin.
Üçpər ox dəldi Hüseyn ovcunda əsqər həncərin qolqanat çaldı üzü ərşə hümayi Kərbəla. Nəfs azarsa qətl edər bir bənzəri peyğəmbəri. Nəfs azarsa qətl edər bir bənzəri peyğəmbəri. Həzrəti Tahanın əkbərdir ən ali bənzəri. Mülk-ü rey sevdası doğrar irbə əkbəri. Bir əba içrə yığılmış məhliqayı Kərbəla. Ağla əvvəl sən özün, dünyanı ağlatsın sözün. Göz yaşından yaz onu, Tahanı ağlatsın sözün. Eyni zat bir Nohə yaz, Zəhranı ağlatsın sözün. Qəbrivin eyni zat bir Nohə yaz, Zəhranı ağlatsın sözün. Əcr və bəxş etsin ey Kərbəlayı Kərbəla. Bəxş etsin əcr və ey Kərbəlayı Kərbəla. Mən inşallah gedirəm üzü xərabə səmtə. Sizdən də xahişim odur ki, qəlbinizi, zehninizi bir neçə dəqiqə çox yormaram sizi. Mən dediklərimdən deyim, siz də xəyal eləyin. Biraz yaşlı körpə. Mən Aşuradan sonrasından bir neçə səhnə oxuyacam. Biri budur ki, o qədər müsibətdən yorulan körpə həmişə ki əmisinə pənah aparardı, gəldi yenə əmisinə pənah aparmağa. Gəldi o qolsuz yatan əmisinin yanına. Axşam düşüb əsrət mənə həmdəmdir əmican. Axşam düşüb əsrət mənə həmdəmdir əmican. Qəm qüssəli hicranlı bir aləmdə əmican. Məhşər çölüdür, odlu cəhənnəmdə əmican. Atəş ucalır, xeymələrin örpəyi yandı. Sizdən sonra səhrada nə xeymə vardı talandı. Qəddarcasına rəftar ediblər bu yetimlə. Qaçdıq quru çöllərdə tikan üstə bibimlə. Bilməm ki bölüm dərdimi öz ağrımı kimlə. Az yaşda mənim dünya qədər dərdi qəmim var. Lakin mənə qəmxar nə atam var, nə əmim var. Bir kəs demədi körpənin azdı, yaşı vurdu. Bir kəs demədi körpənin azdı, yaşı vurdu. Atdı biri daş, bəzisi tənə daşı vurdu. Zəcrə ola lənət məni atdım başı vurdu. Zəhra nənəmin misli dəyib seyli üzümdən. Bərk dəydi əmi, itdi huşum, getdim özümdən. Göz yaşıva qurban, gəldim ki bölüm dərdimi qeyrətli əmimlə. Qoymaz məni tək qalmağa dərdimlə, qəmimlə. Nə olar, əmi bir kəlmə danışdım bu yetimlə. Az yaşda qocaldıb məni bu qanlı biyaban. Məndən ayrıbdır səni bu qanlı bəyaban. Əmi, qurban olum, bir qorxulu surət dayanıb hər yolun üstə. Heç yerə gedəmirəm, bir qorxulu surət dayanıb hər yolun üstə. Qaçmaq məni yordu bu tikanlı kolun üstə. Nə olar, məni aram elə sınmış qolun üstə. Qoyma məni kimsə apara vurmağa, nə olar. Halım daha yoxdur ayağa durmağa, nə olar. Əmi, baxdın əmi heç qollarıma yarəmi gördü. Ateşdə yanan məcərimi, qarəmi gördün. Düşmüş qulağımdan yerə quşvarəmi gördün. Əslində əmi düşmədi, dartıb qoparıblar, öz qızlarına sırğa ədiyi aparıblar. Səndən əmi qorxub məni vurmazlar, oyansan.
Qəmçi ilə başım üstə də durmazlar, oyan sən. Atlar qabağında məni yormazlar, oyan sən. Atlar düşüb ardımca, yıxıldım, məni əzdi. Atlar düşüb ardımca, yıxıldım, məni əzdi, qaldım ayaq altında, sıxıldım, məni əzdi. Gəlirəm Şamı xərabəyə. Üzün qoyub divara. Ata dərdi çəkir, Əkbər dərdi çəkir. Bu şair təxəyyüldür, bu nöqsamı da bağışlayarsınız. İmam Hüseyin gəldi. Bu gözəl surəti qoyma belə divara qızım. Qurban olum sənə, bu gözəl surəti qoyma belə divara qızım. Düzmə sən inci kimi göz yaşı rüxsara qızım. Əyləşibsən niyə bir küncdə susuz, qəm yiyərək. Yola göz yaşı səpirsən, yolumu gözləyərək. Qızım, mən səni nazla böyütdüm, bir ömür can deyərək. Səni görmək belə qoydu mənə avara qızım. Bu gözəl surəti qoyma belə divara qızım. İstəməzdim ki, düşək bir-birimizdən aralı. Bir sınaqdır, yaşadıq qəm dolu, qan macəralı. Məni eşqim aparıb məqtələ ətşan yaralı, səni eşqinsə çəkibdir küçə bazara qızım. Bir xərabada sınıbdır qanadı bir mələyin. Bir xərabada sınıbdır qanadı bir mələyin, bir mələk dözməyəcək qəmlərə dözdü ürəyim. Bu nə cövr ilə sistəmdir, üzü dönsün fələyin. Bağladın ta, ölənəyəcəm başıva qara qızım. Qoy silim mən toza torpağa batan məcəri. Qoy silim mən toza torpağa batan məcəri. Qoy hörüm əllərim ilə ağaran telləri. Bax, gətirdim qucağımda sənə mən əsxərivi. Gəl yatızdır yerinə, hardadır gəhvara qızım? Ey susuz, ləbləri çat-çat, dodağından qan axır. Ey susuz, ləbləri çat-çat, dodağından qan axır. Axı yığdım tikanı, bəs ayağından qan axır. Bala qurbanın olum, nöş qulağından qan axır. Nə olub söyləsənə, hardadır quşvara qızım? Sən də, mən də, ikimiz də itirib öz əzizin, tənhalıqla keçirik eşqimizin qəm dənizin. Nənəvin çöhrəsi tək gömgöy olubdur bənizin. Nənəvin çöhrəsi tək gömgöy olubdur bənizin, gizlənib qara bulud altda bu məhpara qızım. Ey qaranlıqda kədər qüssədən ay misli batan. Ey uşaqlıq dəmini ali xiridara satan. Səbr qıl, qəm yemə, məhşər günü əlbəttə aton, deyəcəkdir sözünü zəcr istəmkara qızım. Taqətin varsa son sözlərimi oxuyuram. Sonra təhvil verirəm sözü dəyərli ustadımıza. Xanım başını söyküyüb divara. Üzünü tutub Əli Əkbər ağaya. Az yaşlı bacı adətən qardaşına pənah çox aparar. Yanmışam qardaş. Sənin vəslün təmənnasında mən. Əkbər, yanmışam qardaş. Sənin vəslün təmənnasında mən. Bir doyuncan yanmadım, əfsus sənin yasında mən. Qalmışam çox çarəsiz Şamın xərabasında mən. Qalmışam çox çarəsiz Şamın xərabasında mən. Gəl Əli, gəl dağda qardaş, qəmçilərdən qorxuram. Gəl Əli,
Gəl dadə qardaş, qəmçilərdən qorxuram. Bir görəydin halımı, kaş qəmçilərdən qorxuram. O məsumdur ya, qəmçilərdən qorxmaz, qardaşının könlünü almağa çalışır. Yusifim, sən ki çəkildin eşqivin bazarına, olmadı bir kəs Rüqəyyanın şərik ahzarına. Söykədim mən başımı Şamın soyuq divarına. Gözlərim gizlin tökür yaş, qəmçilərdən qorxuram. Hey Əli Əkbər deyib tək ağladım mən gizlicə. Hey Əli Əkbər deyib mən ağladım gizlicə. Vurmasın düşmən deyə dinməz oturdum hər gecə. Qorxudan tir-tir bacın olsun, qorxudan tir-tir bacın qurbanın olsun. Əsdim necə, şahidim olsun soyuqdaş, qəmçilərdən qorxuram. Ey Əli, sənsiz mənə Şam yolları olmuş məzar. Şahid olsun dərdimə viranədə bumbuz divar. Qorxuram, qorxuram, qorxdum deməkdən, əllərində qəmçi var. Mənsə bir körpə, əlim boş, qəmçilərdən qorxuram. Gəl yetiş, dərmanım ol sən ey təbib, çöllərdəyəm. Qəm qoxur hər bir tərəf qardaş, əcib çöllərdəyəm. Siz də yoxsuz, mən yetimsiz, siz qərbi çöllərdəyəm. Siz də yoxsuz, mən yetim, sizsiz qərib çöllərdəyəm. Gəl mənə sən ol ki yoldaş, qəmçilərdən qorxuram. Mən axı çox körpəyəm, su istədikcən vurdular. Mən axı çox körpəyəm, su istədikcən vurdular. Çox yoruldum, mən dayandım, gözlədikcən vurdular. Hər atam üçün darıxdım, söylədikcən vurdular. Qanıma qərq oldu üst-baş, qəmçilərdən qorxuram. Zəcrə Allah lənət etsin, tez coşur bir cümləmə. Gah mənə qəmçi vururdu hirsinən, gah əmməmə. Mən daha gördüm ki bir zərbə vurur hər kəlməmə, etmirəm day sirrimi faş, qəmçilərdən qorxuram. Kaş ki Yəsribdə səninlə oynaya bilsəm yenə. Verdilər indi oyuncaq yox, sən başım mənə. Mən də dərdim bir kəsi başa dedim bir də sənə. Başqa yox bir kimsə sirdaş, qəmçilərdən qorxuram. Silini, hər yarəni mən çadıram ilə gizlərəm. Sən gedəndən mən Əlican, tək səni hey səslərəm. Gəl apar nə olar məni Şam yollarında gözlərəm. Heç deyil halım mənim xoş, qəmçilərdən qorxuram. Qardaş, amma ki sən rahat ol, mən qoydiyım bir söz sənə. Qardaşım Səccad kömək etdi bacardıqcan mənə. Gördü ki qəmçi vururlar, tez özüm verdi önə. Oldu hər qəmçimdə həmpay, qəmçilərdən qorxmuyum. Qaldırıb verdi önə Səccad qaralmış qolları. Qardaşım etdi sipər zəncir vurulmuş qolların. Açdı hər dəfə mən ağlarkən yorulmuş qolların. Söylədi səbr ilə laylay, qəmçilərdən qorxmuyum. Əkbərim, Allah sənə xəncər, mənə qəmçi yazıb. Hər dəyən zərbə qısaldıb ömrümü, qəbrim qazıb. Aldı çadıra altına Zeynəb sükutun tez pozub. Mən əvəzdən çəkdi eyvay, qəmçilərdən qorxmuyum. Bunlar ismət mərtəsin, bunlar ismət pərdəsin, mənfur əməllərlə sökür. Çox heyif Zeynəblə Səccad qollarından qan tökür. Gördü Səccadla bibim Zeynəb əziyyətlər çəkir. Allah aldı canımı day, qəmçilərdən qorxmayım. Allah aldı canımı day, qəmçilərdən qorxmayım. Peyğəmbər Ali Peyğəmbərə salavat çəkirlər. بسم الله الرحمن الرحیم.
السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Həzrət Rüqəyyənin pak və mütəhhər ruhun ucalı bir salavatla yad eləyə inşallah. Allah nicat balamızı hifz eləsin. Allah onun təbinə, özünə, səsinə, sözünə bərəkət versin inşallah. Bu məclisdən sonra daha söhbət olmaz. Yəni söhbətə ehtiyac yoxdur. Elə Nicat balamızın şeirlə dediyin mən sözlə sizə danışım. Sonra da əziz Seydimiz Nail qardaşımız inşallah gözəl səsi ilə xanımın müsibətini oxusun. Və əslində mənim istədiyim budur. Demişəm sizə, ildə 3 gün var ki, bu 3 günü mən geniş danışmağın, elmi söhbətin tərəfdarı deyirəm. Onlardan biri məlumdur, Aşura günüdür, ikincisi Şam-ı Qəribandır, üçüncüsü isə bugündür, Xanım Rüqəyyə məclisidir ki, bu məclisdə istəyərəm ki, zikri müsibət çox olsun. Xanım Rüqəyyənin müsibəti, ümumiyyətlə Əhl-i Beyt müsibəti danışılsın. Əslində bu özü böyük İmam Hüseyn əleyhissalamın məktəbin yaşadan məsələlərdəndir. Çünki İmam Sadiq əleyhissalam buyurur ki, Rəhimallahu imrəən əhəbbənə ilən nas. Allah var eləsin, Allah rəhm eləsin o insana ki, bizi insanlara sevdirir. Peyğəmbər və ali Peyğəmbəri insanlara sevdirməyin müxtəlif yolları var. Bir dəfə onların kamillik və gözəlliyin danışarsan, insanlar valih olar. Bir dəfə onların o pak, məsum əməllərindən danışarsan, insanlar özlərinə örnək götürər. Və bir də onları sevdirməyin bir yolu da onların məzlumiyyətin danışmaqdır, onların müsibətin danışmaqdır. Allah fitrətən bizi belə xəlq eləyib, belə yaradıb ki, bir insanın müsibətini eşidəndə ona qəlbimiz yanır, ürəyimiz yanır. Ona görə heç nə deməsək, boş otursaq, Peyğəmbər və ali Peyğəmbərin müsibətlərini danışsaq, qəmgin olsaq, elə bu özü kifayət eləyir, bu özü böyük bir məsələdir. Onların məhəbbəti qəlbimizdə. İndi siyan verirəm Allaha, bir neçə dəqiqə bundan əvvəl öz qəlbinizi, ürəyinizi yada salın, indiki halınızı yada salın. Görün nə qədər fərq elədi. Nə qədər o sevdiklərimiz bizə daha da əzizləşdi, bizə daha da yaxınlaşdı. Onsuz da onlar gözəldilər, amma biraz da onların gözəllikləri insanın ruhuna aydınlaşır. Zikri müsibət belədir. Ona görə mən daha xüsusi bir mövzuda danışmayacağım bu günləri. Xanım Rüqəyyənin müsibəti o qədər ağırdır ki, böyük alimlərimiz, ustadlarımız deyərdilər ki, biz hacətimizi Əyyam-ı Fatimiyyə saxlayırıq. Dərdlərimizi, hacətlərimizi Xanım Zəhra məclisində alırıq. Bizim bu qəsəbədə də, kətdə də bir yaxşı adət yaranıb, neçə illərdir. Bizdə də kimi dindirirsən, Aşuradan sonra dərhal soruşur ki, Rüqəyyə məclisi nə vaxtdır? Rüqəyyə məclisi haçandır? Qadınlar, kişilər, uşaqlar, böyüklər, hamı bu günü həsrətlə gözləyir. Və onların gözləmələri də səbəbsiz deyil. Bilirəm, hamısının hacətini bu gecəyə saxlayıblar, elə mən özümdə. Və onlar ki, iltimas eləyib, hacət istəyiblər, onların ki, dərdi var, çətinliyi var, müşkülü var, xəstəsi var. İlahi Həzrəti Rüqəyyənin balaca əlləri ilə onların dərdinə dərman elə. Bizim dərdimizə dərman elə. İlahi Rüqəyyənin əli ilə İslamı və müsəlmanları əziz elə, İlahi. Vətənimizi qoru, şəhidlərimizi İmam Hüseyndən ayrı salma.
Dünyamızda sülh-i əmin-amanlığı bərpa elə. Xanım Rüqəyyə Salamullah Əleyhanın doğrudan da Nicat qardaşımız bizi apardı o xarabanın Şamın küçələrinə. İmam Zeynabdin ağaya dedilər ki, Peyğəmbər balası sizin ən ağır müsibətiniz hansı oldu? Əlin 3 dəfə vurdu dizinə, dedi, Əş-Şam, Əş-Şam, Əş-Şam. Ağa Şam Kərbəladan da ağır oldu. Bəli. Əmin Əbbasın müsibətindən də ağır oldu. Bəli. Atan Hüseynin müsibətindən də ağır oldu. Bəli. 6 aylıq qardaşın Əli Əsxərin də müsibətindən ağır oldu. Bəli. Niyə ağa? Niyə Şam ağır oldu? Ağa buyurdu, çünki Allah yolunda öldürülmək bizim adətimizdir. Amma ana bacılarımızı şəhər-şəhər gəzdirmək bizim adətimizdir. Mən keçən illərdə demişəm sizə, o vaxtı bizim böyük alimlərdən biri Kaşfül Qitanı deyirlər, Şeyxül Əkbəri. Deyir, bir gün tələbələrinə bir tapşırıq verdi. Dedi, düşün şəhərə, qarşınıza çıxanlara bir sual verin. Deyin, Kərbəlada ən ağır müsibət hansı olub? Kim nə cavab versə onu yazın, gətirin mən üçün. Düşdülər tələbələri, soruşdular alimlərdən, ustadlardan. Kim nə dedi, yazdılar, gətirib verdilər ustada. Kaşfül Qita əyləşdi, başdı, açdı bir kağızları. Gördü bir kağızda yazıb ki, İmam Hüseynin müsibəti. Dedi, valla doğru deyib, qoydu. Açdı kağızı, gördü deyilib Həzrəti Əbbasın müsibəti. Dedi, doğrudur, qoydu. Dedi, Əli Əkbərin müsibəti. Dedi, doğrudur, qoydu. Baxdı, yəni tək-tək hər birinə baxanda ən ağır müsibət olur. Amma birdən, indi mən bunu oxuyarkən deyirəm ki, Kaşfül Qita, birdən o böyük ustad mənə bu sualı versə, və yaxud heç olmasın, siz mənə bu sualı verin. Deyin ki, sənin üçün bu Kərbəla hadisəsində, yəni Kərbəla Şam birlikdə, İmam Hüseyin müsibətində sənin üçün ən ağır müsibət nədir? Mən bir kəlmədə bunu deyərəm. Deyərəm ki, İmam Hüseynin qızı Fatimənin Yezdin sarayında kəniz istənməz. Mənim üçün ən ağırı budur. Biz ölməyə də dözərik, öldürülməyə də dözərik, şəhidliyə də dözərik və şükr eləyərik. Amma İmam Hüseynin qızı Fatimənin kəniz istənməyinə dözmərik. Ona biz dözmərik. Ona görə İmam Zeynabdin ağa deyirdi ki, Əş-Şam, Əş-Şam, Əş-Şam. Bizlə kafirlərlə də İmam Zeynabdin ağanın bu sözünə bax, bu sözünə bax. Bu kifayət eləyir. Bir dən bu söz. Buyurdu ki, əgər Allah bizə zülm eləməyi bu ümmətə vacib eləsəydi, yenə bizlə o cür rəftar elədilər, o cür rəftar eləyə bilməzdilər. Nə sözdür bu söz? Allah onların Quranda sevgisini vacib eləyib. Sevməyi vacib eləyib. Amma imam gör nə deyir? Deyir, Allah əgər bizə zülm eləməyi, bizə əziyyət verməyi bu ümmətə vacib eləsəydi, bizlə rəftar eləyən kimi eləyə bilməzdilər. Yəni, yenə də hələ o həddə çata bilməzdilər. Səhl ibn Saidi, Səhl ibn Sa'dil Saidi, Səhl-i Saidi də deyirlər. Peyğəmbər səhabəsi idi. Bilirsiniz, bir neçə Peyğəmbər səhabəsi qalmışdı o dönəmdə. Çünki Kərbəla hadisəsi 50 il Peyğəmbər salavatullah aleyhi və aleyhdən sonra olub, vəfatından sonra olub. Bu 50 ildə də vəfat eləyənlər vəfat eləmişdi səhabələrdən. Amma yaşayan da vardı. Məsələn, Zeyd ibn Ərqəm yaşayırdı. Ənəs ibn Malik yaşayırdı. Həmən bu Səhl-i Saidi yaşayırdı. Cabir ibn Abdullah el-Ənsari yaşayırdı. Səhl-i Saidi Qüdsə getmişdi.
Fələstinə, Əqsa məscidinin ziyarətinə getmişdi. Oradan qaydanda yolun saldı Şama. Deyir, daxil oldum Şama, gördüm ki, Şam elə bəzənib. Elə bil ki, bayramdır. İşıqlarla bəzənib, gül çiçəklə bəzənib. Fikirləşdim, axı, səfər ayının birində İslamda bayram yoxdur, dində bayram yoxdur. Bəlkə bu Şamlıların, Dəməşqlərin özlərinin bir milli, İslamdan əvvəl nəsə bayramları var. Soruşdum ki, bu günləri sizin bayramınız var. Dedilər, xeyr. Əvvəllər yox idi, amma bugün bayram edirik. Niyə? Yezid dindən çıxmış bir dəstəyə qalib gəlib. Şamlılar belə deyirlər. Onların kişilərin öldürüb, başlarını niziyə vurublar, qız gəlinlərin də əsir eləyib Şama gətirirlər. İndi bu günlərdə Şama daxil olan vaxtlarıdır, ona görə bəzənmişik. Səhl-i Saidi deyir ki, mən nəsə ürəyimə bir qəm girdi bu sözdən. Dedim, hansı qapıdan daxil olacaqlar? Dedilər, Bab-ı Sa'a qapısından. Getdim, dayandım o qapıda. Gördüm, əsirləri gətirirlər. Aman Allah, nə xarici, nə dindən çıxan. Bu mənim ağam, Mövlam, cənnət cavanlarının ağası İmam Hüseynin kəsilmiş başı nizədə gəlir. Baxdım, gördüm ki, bir üryan dəvə üstündə zəncirlə zəncirlənib İmam Zeynul Abidin əyləşib. Tezdə yaxınlaşdım onu. Dedim, Peyğəmbər balası. Ağa deyir, dəvənin üstündən başını qaldırdı, baxdı mənə. Bəlkə də birinci dəfə idi ki, ağanı bu cür qarşılayan vardı. Bu Aşuradan sonra, bu 20 gün ərzində. Dedi, kimsən sən? Dedim, mən Səhl-i Saidiyəm. Sənin cəddin Rəsulullahın səhabələrindənəm. Mən neyniyim siz üçün? Nə xidmət eləyim sənə, ağa? Deyir, ağa mənə gör qeyrətinə qurban olduğum nə dedi? Dedi, üstündə dinardan, dirhəmdən nəyim var, qızıldan, gümüş puldan. Deyir, dedim, ağa səfərdən gəlirəm, amma biraz qalıb, varımdır. Dedi, o mənim atam Hüseynin başını aparan, nizəni aparanı görürsə. Dedim, hə. Dedi, apar ver ona. Dedim, ağa sizə zülm eləyənə mən qızıl gümüş verim. Dedi, qulaq as, axıra qədər qulaq as. Apar ver ona. Bu şərtlə ver. Denən ki, qoy başı qabaqda aparsın. Qoy Şam cəmaatı kəsilmiş başlara baxsın. Mənim bacılarıma, bibilərimə baxmasın. Onların diqqəti yayınsın. İmam Zeynal Abidin ağa, o geniş qəlbi və ürəyivə qurban olum sənin. İndi biz 1400 ildən sonra təqribən bunu danışırıq, bu qədər bizi yandırır. Sən bunları gözünlə gördün, sən yaşadın bunları. Və 3 yaşında bala buna necə dözsün? Zamanı imamının qəddini əyib. Xanım Zeynəbin Əli qızıdır, Zəhra qızıdır, Peyğəmbər qucağında böyüyüb. Onun saçların bir gecədə ağardı, bu müsibət. Buna 3 yaşlı bala necə dözsün? Qurtarmışdılar əsirlikdən, oturmuşdular Mədinədə. Zeynəblə Ümmü Gülsüm, amma Ümmü Gülsümün ağlamağı heç dayanmırdı. Bir dəfə Zeynəb dedi ki, bacı, mən də görmüşəm gördüklərimi. Amma görürsən, yenə də səbr eləmək lazımdır. Allaha xatir səbr elə. Ümmü Gülsüm dedi ki, bacı Zeynəb, mən bir şey görmüşəm, sən görməmişsən. O yadıma düşür, onu ağlayıram. Bu söz doğrudan böyük sözdür. Xanım Zeynəb dedi, bacı sən hansı, o nə səhnədir ki, sən onu görmüşsən, mən görməmişəm. Dedi, sən uşaqlarla xərabənin içində məşğul idin. Mən xanım Rüqəyyə ilə çıxmışdım xərabənin qapısında. Hava qaralan vaxtı idi. Şamlılar evə gedəndə hərəsi öz uşağının əlini tutub gedir.
Ummu Gülsümdür ki, o Ruqəyyənin gözləri yadımdan çıxmır. O bir qəmli gözü ilə mənə baxdı. Dedi, bibi, bunlar hara gedir? Dedim, bunlar evlərinə. Dedi, bəs bizim evimiz yoxdur. Hansı müsibəti danışım? Seydim, gəl oxu Seydim. Bundan artıq mən tab eləyə bilməyəcəm. Xanım Ruqəyyəni Şamın qəbristanlığında dəfn eləməyə qoymadılar. Dedilər, biz izin vermərik. Dindən çıxmışın qızın burada dəfn eləyəsiniz. Tək bu olsaydı, ölənə kimi Ruqəyyə üçün ağlamağa dəyərdi. Bir dəfə xanım Ruqəyyənin hərəmində bir hadisə olmuşdu. Bir balaca qız uşağı bir ağ parça gətirib, istir onu düyünləsin o zirehə. Görmüşsünüz də şəbəkə olur da qəbirlərə. İstir ora düyünləsin, bağlasın o ağ parçanı. Xanım Ruqəyyənin hərəmində adət belədir. Uşaqlar nə vaxt ora gələndə ya özləri ilə balaca kukla gətirərlər, qəbrə atarlar. İnsanlar da bu cür təsəlli tapırlar ürəklərində ki, xanım Ruqəyyə hələ oyuncaqla oynayan o əziz vaxtı idi, o şəhid oldu, ona görə bu cür eləyərlər. Ya da balaca qız uşaqları balaca beşik gətirərlər. Onun da mənası budur ki, Ruqəyyə qardaşı Əli Əsxərə laylay deməyi çox istəyərmiş. Hərənin evində, kimin evində varsa qız uşağı, ondan da balaca oğlan uşağı görər. 3 yaşında evdə, 4 yaşında evdə qız uşağı olsa, təzə bir körpə dünyaya gəlsə, o heç kəsi qoymaz. Deyər, beşiyi ancaq mən tərbədim. O qız uşaqlarında adətdir. Ruqəyyə də çox sevərdi Əli Əsxərə layla. Hərəmin xidmətçilərindən biri gördü ki, bu qız uşağı bu parçanı bağlamaq istəyir. Yaxınlaşdı, ona dedi ki, balam, nə iş görürsən? Dedi, mən atam, anamla gəlmişəm ziyarətə. Atam orada bax, namaz qılır. Anam da o tərəfdə, qadınlar tərəfdədir. Xidmətçi dedi, bildim, ata-ananla gəlmişsən, bəs özün nə iş görürsən burada, bu parça nədir? Dedi, dünən evdə atamla anam danışanda eşitdim. Dedilər, indiyə qədər qəbrə kim gedibsə, ağ kəfəndə gedib. Ancaq bircə Ruqəyyədir ki, kəfəni də qara oldu. Mən də fikirləşdim ki, ən gözəl hədiyyə bu olar. Mən ağ kəfən gətirmişəm. Xanım şəhid olub, inşallah şəhadətin əziz Seydimiz oxuyar. Mən şəhadətin deməyəcəm. Xanım şəhid olub, xanım Zeynəb gördü ki, bizim taqətimiz yoxdur. Buna qusul eləyək. Ona görə bir qəssala çağırdılar, dedilər, gəl. Qəssala gəldi, xanım Ruqəyyənin qollarına baxanda dedi, mən bunu yumayacam. Xanım Zeynəb dedi, mənim yanan qəlbimi yandırma. Mənim balamı niyə yumursan, niyə qusul vermirsən? Dedi, bu uşaq xəstədir. Xanım Zeynəb dedi, hardan bu qənaətə gəldin, bu nəticəyə gəldin? Dedi, bax, bu körpənin bədəni gömgöydür. Bunu deyəndə xanım Zeynəb elə ağladı. Dedi, mənim balam xəstədir. Mənim balam Kərbəladan Şama qədər döyülüb. Lay lay gülün azim bala,
Her derd o hem razim bala, ayrıldın emminden niye? Yat xırda sərbazim bala, can xırda sərbazim bala. Gördün təbəkdə qanlı baş, rüxsarə tökdün qanlı yaş. Bildin ağac möhkəm deyib, öpdün o ləblərdən yavaş, öpdün o ləblərdən yavaş. Eyvah Rüqeyyə, eyvah Rüqeyyə, eyvah Rüqeyyə, lay lay Rüqeyyə. Xanım Zeynəbin səsinə səs verək. Eyvah Rüqeyyə, eyvah, eyvah Rüqeyyə, lay lay Rüqeyyə. Sən ağlayanda ağladım, dil dağladım, dil dağladım. Can üstə sən Əkbər dedim. Axır gözün mən bağladım, axır gözün mən bağladım bala. Dərdim bala gizlətmərəm, dağın fəramuş etmərəm. Sənsiz əgər imkan olar, mən Kərbəlaya getmərəm, mən Kərbəlaya getmərəm. Eyvah Rüqeyyə, hamı səs verin mənə. Eyvah, eyvah Rüqeyyə, eyvah Rüqeyyə, lay lay Rüqeyyə. Bir də eyvah Rüqeyyə, eyvah Rüqeyyə, eyvah. Ay lay lay Rüqeyyə, çox ağladı, çox ürəyin dağladı. Səsi yetişdi lənətullaha, dedi bu kimin səsidir? Mənim qəlbimi narahat eynir. Dedilər xərabədə Hüseynin bir 3 yaşında balası qalır. Hər gecə nalə eyləyir, atacan, atacan, atacan. Dedi atasının o kəsilən başına aparın verin, rahat olsun. Təbəqdə bilmirəm Allah nə halideydi o baş. Əli qızı o başın örtüyün götürdü yavaş. Fəqət dil altı dedi, xoş gəlibsən ay qardaş, ay qardaş, ay qardaş. Ay Allah, 3 yaşında kızın qabağına necə atanın başın qoymaq olar? Xanım Rüqeyyə neylədi? Ay balasını ziyarət eyniyib xanımın məclisinə gələnlər.
Ay evində qız uşağı olanlar, qız uşağının atıya bir mühüm bağlılığı olar. Səhərdən axşama qədər qəlbinə dəyəsən, incidəsən, acı söz deyəsən, nə anıya deyər, nə qardaşa deyər, nə bacıya deyər. Amma gözləri qalar qapıda deyər, Allah atam gələr. Atama deyərəm dərdimi, atama deyərəm niskinimi. Xanım Rüqəyyə də yolda o qədər vurdular, dinmədi. O qədər taziyanə vurdular, dinmədi. Amma xərabəyə təbəqdə baş gələndə gördülər. Əvvəl xanım Rüqəyyə dizlərin qoydu yerə. Bu deli şəbdə məni yad elədir, sən yaralı. Bu nə aləmdir ata, sən yaralı, mən yaralı. Gəlmisən bu gecə vaxtı qızılı yad edəsən. Evin abad ola gəl, yaxşı gəlirsən yaralı. Üzün qoydu qan dolan dodaqlara, bir bəbir ziyarət elədi. Amma qolların əvvəl verdi qabağa, ata qollarıma bax. Ayaqlarım gətirdi qabağa, ata ayaqlarıma bax. Əllərin qoydu üstünə, ata zəcir mənə sili vurandan belə gözlərim görmür, ay dədə. O qədər ağladı, amma başı gücü çatmadı, qucağına yala, başına dolandı. Xanım Zeynəb gördü Allah, Həzrəti Rüqəyyənin səsi kəsildi də, ay xanımlar, ay xanımlar, balam günlərdir yol yorğunuydu. Balam günlərdir taziyanə altında qalmışdı. Balama şəmatət eyləmişdilər, demişdilər, bunun atası yoxdur, bunun qardaşları əlindən gedib. Balam atasının başını gördü, rahat olub, balam yatıb. Amma gəlib yaxınlaşanda nə gördü? Gördü Allah, Rüqəyyə bir yana, o kəsi baş bir yana. Əllərin qoydu ürək başına, dedi Allah, balam öldü, balam öldü, balam öldü, balam öldü. Rüqəyyə ey quru yerdə yatan, balam lay lay. Rüqəyyə ey quru yerdə yatan, balam lay lay. Yanan ürəyini qəmlər bölən, balam lay lay. Qabar ayaqları va bağrı qan, bibin qurban. Biləklərim boğazını ip kəsəm, balam lay lay. Diyarı Kərbəladan yeməyə həsrət olar. Bir dəfə dedi əmmə elə acmışam. Diyarı Kərbəladan təama həsrət olan, məni qocaldı bacından öləm, balam lay lay.
balam lay lay. Güləndə Şamın uşaqları köhnə köynəyinə, qanadım ahda qaçıb gizlənəm. Balam lay lay, xərabənin qapısında baxıb gələn gedənə, qoluyla göz yaşın üzdən silən. Balam lay lay, Allah heç bir balanın qəlbinə ata dağı vurmasın. Allah heç bir atanın əlindən balasını almasın. Çox sətin olar, çox müşkün olar. Qəssalə çağırdılar, əziz seyyidimin işarəti ilə qəssalə çağırdılar. Qusnu verə bu balaya, qusl elədilər, amma bir ağ kəfən tapmadılar, bu balanı kəfən eyləyənlər. Xanım Zeynəb öz qara məcərim verdi, günü qara balamın gərək kəfəni də qara ola. Ay bala, ay bala, quslu verəndə qəssalıya dedi qəssalı, balamın baş bəndini açıq saxlayasan. Çün anam Zəhra dünyadan gedəndə, atam Əli kəfənin baş bəndini açıq saxladı. Dedi qızım gəl sən üzümü qoy nənənin üzünə, bir oxşama dinən, lay lay dinən, biz də ağlayaq. Xanım Zeynəb üzün qoydu o göyərən surətə. Rüqəyyə, heç balalarımın ölümü məni belə yandırmadı. Ay bala, dur bir gəlmişik bala, dur bir gedək. Rüqəyyə, Rüqəyyə, səs verin ya Hüseyin. Mən bir qızam, halıma bir yanan yox. Yorulmuşam, peykərimdə tavan yox. Qan süzülür qabar ayaqlarımdan, adamsızam, yarəmi bağlayan yox. Mən bir qızam, şirin şirin sözüm var. Kaman qaşım şəvə kimin gözüm var. Üsil keçib hələ təvəllüdümdən, məndə necə döyülməyə dözüm var. Çox döyüləm balam lay lay, çox yorulam balam lay lay, balam lay lay, balam lay lay. Allah heç bir atanın, ananın əlindən balasını almasın. Bunu hamımız görmüşük. Bir nəfərin 5-6 yaşında oğlu dünyasını dəyişdi. Belədir ki, hər yerdə elə bilirəm, atanı, ananı, onun valideynin buraxmazlar qusul verilən yerə. Amma bu acizanə o qəssaləyə, qusul verənə dedi ki, nə olar, xahiş edirəm. Bilirəm balamdan ayrılmışam, balam məndən ayrılıb. Amma bir dəfə balamın üzün görüm, bir dəfə dodaqlarından, üzündən, gözündən öpüm, o mənə bir xatirə qalsın. Allah heç bir atanın, ananın qəlbinə bala dağı vurmasın. Xanım Zeynəb salamullah aleyhə ayrıla bilmirdi Rüqəyyədən. Elə ki qoyurdu qəbr evinə, təzədən götürürdü, basırdı bağrına, dedi Rüqəyyə,
Rüqəyyə, ay Hüseynin mənə əmanəti. Dur bir gedək bala. Dur bir gəlmişik, dur bir gedək bala. Gedə bilmərəm Kərbəlaya sənsiz bala. O qədər ağladı. Dedi, mənim öz balalarımı yadımdan çıxartdın Rüqəyyə. Bu xeymələr yandı, yorulmadım. Əli Əkbərin cənazəsini gördüm, qızım, yorulmadım. Qasımın payimal olan bədənin gördüm, yorulmadım. Qardaşımın başı nizədə getdi, yorulmadım. O bacı ki mənəm, heç bir bacı dözməzdi. Qardaşının başı qabaqdan nizədə gedə, onun bacısı gələ, arxadan gələ. Amma mən ona dözən Zeynəbəm. Öz balalarımı da verdim, yorulmadım. Amma Hüseyn, Rüqəyyəmi qəbrə qoyandan elə yorulmuşam. Elə qocalmışam, elə yorulmuşam, elə qocalmışam. Sənin əmanətini Şamda qoyub gəlmişəm Hüseyn. Səs verin ya Hüseyn, Rüqəyyə can, dad qarışıb daduam. Canım qurban adındakı daduam. Zəvvarların gələn vaxtı qəbrimə sənə qurban. Bizi də sar yaduam. Nazlı balam, viranədə nazlı balam. Can verdidin candı, can verdidin can. Buna duraq sinə vuraq. Viranədə nazlı balam, viranədə nazlı balam. Eşq ilə can verdidin candı. Bu doğdari şirin kəlam, bu doğdari şirin kəlam. Can verdidin candı, can verdidin candı. Viranədə, viranədə nazlı balam, viranədə. Ağa gəl bura. Can verdidin candı, can verdidin candı. Bu doğdari şirin kəlam, bu doğdari şirin kəlam. Can verdidin candı, dedin candı. Vaxtı bu tiflin ozidən düşdü sarazirə, düşdü sarazirə. Yeksər ata qardaşlarım çəkdilə şəmşirə, çəkdilə şəmşirə. Kərbəladan Şamacan, Kərbəladan Şamacan, bağlandı zəncirə, bağlandı zəncirə. Yatmaq ona oldu haram, can verdidin candı, can verdidin candı. Viranədə, viranədə. Bu doktori şirin kelam.
Can ver dedin geldi, can ver dedin diye kaldı arada kefen. Allah balam öldü, Allah balam öldü. Bir kimsene yok defnede, Allah balam öldü, Allah balam öldü. Asude oldu zulmüden, asude oldu zulmüden. Allah balam öldü, Allah balam öldü. Her zahmete ehdi devam, can ver dedin geldi, can ver dedin geldi. Viranede, viranede. Bundan da uzam o doktori şirin şelaya. Can ver dedin her bir gece ekber boyun okşardı yatmazdı, okşardı yatmazdı. Şimdi gören gün ol gece, şimdi gören gün ol gece. Korkardı yatmazdı, korkardı yatmazdı. Çok yalvarardım yat kızım, çok yalvarardım yat kızım. Ağlardı yatmazdı, ağlardı yatmazdı. İndi nece gör olduram, can ver dedin geldi, can ver dedin gel. Viranede, viranede. Bu doktori can ver dedin geldi. Ey Haşim'in oğlanları, Abbas ya Cafer, Abbas ya Cafer. Harda kalıpsız bəs bugün, ey Qasım o Ekber, ey Qasım o Ekber. Ahır rüqəyyəm yerdədir, ahır rüqəyyəm yerdədir. Zeynəb sizi gözlər, Zeynəb sizi gözlər. Çox incidibdir əhli Şam, çox incidibdir əhli Şam. Can ver dedin geldi, can ver dedin gel. Viranede, viranede. Ver dedin geldi bu doktori.
Qafilə salarım ölüb vay mənə, qafilə salarım ölüb vay mənə, qolsuz ələmdarım ölüb vay mənə, qolsuz ələmdarım ölüb vay mənə, qafilə salarım ölüb uca qafilə salarım ölüb, qolsuz ələmdarım, qolsuz ələmdarım ölüb vay mənə, qolsuz ələmdarım ölüb vay mənə, vay vay mənə, vay vay mənə, vay vay mənə, vay 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 mənə. Sinəsi şan şandı əvvəl fəzlimin, Ağzı dolu qandı əvvəl fəzlimin, gözləri yoxlandı əvvəl fəzlimin. Cəngidə sərdarım ölüb vay mənə. Sinəsi şan şandı əvvəl fəzlimin, Ağzı dolu qandı əvvəl fəzlimin, gözləri yoxlandı əvvəl fəzlimin. Cəngidə sərdarım ölüb vay mən, qafilə salarım, qafilə salarım ölüb vay mənə. Qolsuz ələmdar qolsuz ələmdarım ölüb vay mənə, vay vay mənə. Səs ver mənə. Vay vay mənə. vay 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 mənə. Qolları var. Vay ələmi qanə batan qardaşım, qumların üstündə yatan qardaşım, düşməni yamalə satan qardaşım, yarı həvadarım ölüb vay mənə, vay vay mənə. De görək vay vay mənə, vay vay mənə. Vay 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 mənə. Xeymədə qızlara bacı ver xəbər, Mavhebəni Haşimə yetdi xətər, baş yarası ayət şəqqol qəmər, Bəzridə ənsarım ölüb vay mənə, qafilə salarım ölüb vay mənə, qafilə Sana bəlfəz qolsuz ələmdarım ölüb vay mənə, qolsuz ələmdarım ölüb vay mənə, vay vay mənə, vay vay mənə, vay vay mənə. Vay 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 mənə. Gəl bacıya saxla sipəhdarimə, Gəl bacıya saxla sipəhdarimə, Oxşa vəfadarimə, sərdarimə, Yox anası ağlay ələmdarimə, Yar fədakarım ölüb vay 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 mənə. Vay vay
öz ürəyimin nohəsini oxuyaq inşallah. Arzu etmişdim nəsib ola mənə dəvətün gəlsin. Qonaq olum yenə eynəyim təzim. Salam verim sənə bu ərbəyində, bu ərbəyində. Dostlarım gəldi, o qanlı torpağa neyləmişdim ki, çağırmadın ağa, qaldı karvana. Gözüm baxa baxa bu ərbəyində. Sənə ya Hüseyin sözümüz var, sözümüz var, sözümüz var. Əllərimi qaldırdı. Sənə ya Hüseyin sözümüz var, sözümüz var, sözümüz var. Bu şeş qoşədə ay Kərbəlaya gedə bilməyənlər, ay ərbəyin əsrət qalanlar hamımız uza deyək. Sənə ya Hüseyin, ağa bu əllər o altı quş əli qəbrivə çatdır ya bu Abdillah. Ağa bunlar intizarındadırlar. Sənə ya Hüseyin sözümüz var, sözümüz var, sözümüz var. Bu şeş qoşədə ay maşallah gözümüz var. Aç qollarını, gözümüz var. Kaş gəlib nohə deyərdim əkbərə. Kaş gəlib lay lay salardı məsxərə. Olmadı qismət mənə bu mənzərə, bu ərbəyində. Qəbri şeş quşə bu səbri sındırar, həsrətün candan məni usandırar. Şöleyi ahim cahanı yandırar bu ərbəyində, bu ərbəyində. Sənə ya Hüseyin sözümüz var, uca uca. Ay İmam Hüseyn'e sözü olanlar, ay ürəyinin dərdini Hüseyn'e deyənlər. Quşədə gözümüz var, gözümüz var, gözümüz. Bir de bundan da uza. Sana ya Hüseyin, Ağa Rüqeyyəmin adından gələrəm. Balovada qismət olmadı Ərbəyinin ağa. Yüz var qəbri şeş quşə, bu səbri sındırar əsrətün candan. Məni usandırar şöleyi ahim, cahanı yandırar bu ərbəyində mi, bu ərbəyində mi? Tək deyilsən sən, mən olmasam belə eşq karvanı. Yanındadır hələ hər birin zəvvar, kimi qəbul elə bu ərbəyində. Sənə ya Hüseyin sözümüz var. Gözümüz var, gözümüz var, gözümüz var. Hərəmdən ayrı düşmüşəm, bu həsrət ilə yanmışam. Bax bu sənin dilindəndir. Hərəmdən ayrı düşmüşəm, bu həsrət ilə yanmışam. Yenə o altı quş əli
zərif üçün darıxmışam. İcazə ver gəlim, doyunca ağlayım. İcazə ver gəlim, doyunca ağlayım. Gözəl məzarımı bir də qucaqlayım. Gözəl məzarımı bir də qucaqlayım. Bəxtəvər olmağa bu qərabəsimdir. Bəxtəvər olmağa bu qərabəsimdir. Bir ovuc türbəti Kərbəla bəsimdir. Bir ovuc türbəti Kərbəla bəs. Bəxtəvər olmağa, bəxtəvər olmağa bu Bəxtəvər olmağa bu qərabəsimdir. Bir ovuc türbəti Kərbəla, bir ovuc türbəti Kərbəla bəsimdir. Bu qara köynəyə Hüseyn, bir ömrüdür bürünmüşəm. İməkliyən zamanidən dalınca mən sürünmüşəm. Uşaqlıqdan Hüseynçi. Bu qara köynəyə Hüseyn, bir ömrüdür bürünmüşəm. İməkliyən zamanidən dalınca mən sürünmüşəm. Sinəmi dağlaram, qarəvi bağlaram. Sinəmi dağlaram, qarəvi bağlaram. Ölüncə ya Hüseyn, sənə mən ağlaram. Ölüncə ya Hüseyn, sənə mən ağlaram. Bəxtəvər olmağa bu qərabəsimdir. Bəxtəvər olmağa, hamımız deyək, hamımız deyək. Bəxtəvər olmağa bu qərabəsimdir. Bir ovuc türbəti Kərbəla, bir ovuc türbəti Kərbəla bəsimdir. Səslərəm can ağa, Səslərəm can ağa, can ağa, can Çalır bu gecə. ağa. Səslərəm can ağa, bizə ver Kərbəla. bizə ver Kərbəla. Bizə ver Kərbəla, Kərbəla, Kərbəla. Bizə ver Kərbəla, Kərbəla, Kərbəla. Hərəmdən ayrı düşmüşəm, bu həsrət ilə yanmışam. Yenə o altı quşəli zərif üçün darıxmışam. Hərəmdən ayrı düşmüşəm, bu həsrət ilə yanmışam. Yenə o altı quşəli zərif üçün darıxmışam. İcazə ver gəlim, doyunca ağlayım. İcazə ver gəlim, doyunca ağlayım. Gözəl məzarımı bir də qucaqlayım. Gözəl məzarımı bir də qucaqlayım. Bəxtəvər olmağa, bəxtəvər olmağa. Kərbəla bəsimdir, bir ovuc türbəti Kərbəla Bəsimdir ey dildarım, Hüseyn salarım. Cahanda sənsən, mənim qəmxarım, mənim qəmxarım. Qovma qapından ağalar ağası, qovma qapından ağalar
ağası, sensiz kimi var Fatıma balası. Sensiz kimi var Fatıma balası. Kovma kapından ağalar ağası, kovma kapından. Sensiz kimin var? Sıyılsam rəvadı qara çəkün göz qaşım üstən. Qəbrin tozu əyləşməyə tam, göz yaşım üstə əşq ilə yazın ya kəfənə, ya daşım üstəm. Sen bir rüqəyyənin canı Hüseyin, gel başım üstə.